Pilləkənlər yəni təmirsiz vəziyyətdədir. Yuxarı çıxan pilləkəndir. Burada evin çöl fasadındakı yəni problem, nəmişlik aradan qaldırılmayıb. Çəkdikləri radiatorların heç biri də işləmir. İşləv vəziyyətdə deyil. Yuxarıdakılar yəni isti su çatmır, işləmir. Ev nəmişliyi gəlir evdən. Ev soyuqdur. Burada isə hardasa 3-cü, 4-cü dəfədir ki, belə bir problem yaranır. Görürsünüz, çalıyıblar. 15-lik ilə çəkiblər. İstiliyi də vermir. Yəni belə vəziyyətdə gəlirlər, sökürlər, çıxıb gedirlər. Bu hardasa bir ay olar bu vəziyyətdə qalıbdır. Otaqların hamısında da demək olar ki, kərpizlə hörülmək əvəzinə belə bütöy alçıpanla evin çöl tərəfini işləyiblər. İstilik saxlamır. Bir dəfə. Çölə qoyduqları qapı isə zalın qapısı. Belə karbon bir qapıdır.